Bismillahirrahmanirrahim. İnnel hamdelellahi nahmeduhu ve nestainuhu ve nestağfiruhu ve na'udzu billahi min şururi enfusina ve min seyyiati a'malina. Men yehdihillahu fela mudille lehu ve men yudlil fela hadiye lehu ve eşhedü en la ilahe illallah vahdehu la şerike lehu ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Allahumme salli ala Muhammedin ve ala ali Muhammedin kema sallaita ala İbrahim ve ala ali İbrahim inneke Hamidun Mecid. Ve barik ala Muhammedin ve ala ali Muhammedin kema barakte ala İbrahim fil alemine inneke Hamidun Mecid. Xoş gəlmişsiniz qardaşlar. Allah sizlərdən razı olsun. Əlimizdə olan kitab, yəni bilməyənlər üçün deyirəm, gözəl Allah Subhanahu wa Taala'nın ad və sifətlərindən bəhs edən qaydalarla gedən gözəl bir kitabdır. Müəllifi Muhammed bin Salih Üseymin'dir. Adı da kitabın El-Kavaidil Musla adlı bir kitabdır. Fi sifətillahi Teala və əsmaihil husna. Ad və sifətlərdən bəhs edir. Ad və sifətlərdən bəhs edir. Yəni belə deyək ki, Allah Subhanahu wa Taala biz ibadət etməkdən ötürü mütləqdir ki, biz üç şey bilməliyik. Allah Taala'nın Rəbb olması. Aydındır. Çünki Allah Taala'nın Rəbb olmasını bilmək biz onun əzəmətini bilməyə gətirib çatır. Ki biz Allah Taala'nın əzəmətini bildikdə artıq onun nə qədər böyük, nə qədər qüdrət sahibi olduğunu bilirik. Nə qədər qüdrət sahibi olduğunu bilirik və biz Allah Taala'nın nə qədər qüdrət sahibi olduğunu bildikdə artıq biz ondan çəkinməyə başlayırıq. Aydındır. Müəyyən bir əməl sahibidir. Çünki bizdə fitrətən bizdə bir xüsusiyyət var ki, özümüzdən böyük görəndə, özümüzdən böyük bir kimsəni görəndə istər-istəməz çəkinik, düz deyil. Həm yaş, həm mal, həm mülklərini gördükdə özümüzdən çəkinirik. Sən bir təsəvvür elə, bu Allah Subhanahu Taala'nın vəsfi bütün aləmlərdən böyük olmasıdır. Yəni taya bərabəri yoxdur və s. və s. Və biz Allah Taala'nın əzəmətini bildikcə artıq bizdə ona qarşı yönəlmək, ona qarşı şövq yaranır. Ki istəyirik ki biz Allah Taala yönələk, Allah Taala ibadət eləyək. Və biz Allah Taala birinci deyək ki, Allah Taala ilk yaratdıqda öz rububiyyətini isbat etdi insanlara. Öz rububiyyətini Allah Taala isbat etdi. Necə isbat etdi? Göyləri və yerləri və onların arasındakiləri gördüyümüz, yəni müşahidə etdiyimiz və müşahidə etmədiyimiz məxluqatları Allah misilsiz, yəni ibdaən yaratdı. Misilsiz yaratdı. Əvvəli olmadan yaratdı. Aydındır. Və Allah Taala ilk olaraqdan bizə rububiyyətini isbat etdi. Ey insanlar, bilin ki, Allah var. Və Allah Taala bizlərə müəyyən bir sifətlərindən bəhs etdi və müəyyən bir sifətlərindən bizə bəhs etmədi, danışmadı. Aydındır, Allah Taala orada vəsf etdiyi özünün müəyyən bir xüsusiyyətləri var. Ona yaraşır şəkildə və bizdən də onu tələb etdiyi Quran ayələri və Peyğəmbər sallallahu aleyhi və səlləmin Allah vəsf edən ayələr, hədislər bizdən onlara iman gətirməyimizi vacib buyurur. Mövzumuz ad və sifətlər barəsindədir. Nəyə gətirirəm? Allah Taala öz Rəbbini bizə məxluqatları yaratmaqla, bu əzəməti bizə həm əyani şəkildə bildirməklə, göstərməklə bizə bildirmək istədi ki, bunlar əbəs yerə deyil. Yəni boş yerə özü birdən qəflətən və ani bir şəkildə müəyyən bir şeylərin partlanma sonucunda belə bir şeylərin yaranması qeyri-mümkündür. Aydındır. Qeyri-aqillərin bu cür ağıllı bir insanların və yaxud da ki, təbiətin yaradılması qeyri-mümkündür. Aydın, bunu iddia edənlər öz iddialarında boğulub qalsınlar və ya da qalıblar da. Sonra Allah Taala bizləri yaratdı, məxluqatları yaratdı, Rəbliğini ortaya qoydu və bildirdi. Və sonra Allah Taala bu məxluqatlardan içərisində insanı seçdi və onun mükafat olaraqdan cənnət və yaxud da ki, cəhənnəmi təyin etdi və haqq yolu bildirdi. Və Allah Subhanahu wa Taala bildirdi ki, o Rəbb mütləqdir ki, vacibən yox, vacibən yox. Yəni Allah Taala həqiqətən ibadət olunmağa layiqdir. Bir var ki, sən bir şey vacibi edirsən, onun üçün vacibdir əslində, vacib, namaz vacib. Bir şey vacib edəndə sən elə bir onun mahiyyətinə, onun şuuruna varmırsan bir şeyin vacibatlığını etdikdə. Amma ki, sən bilsən ki, o həqiqətən, o Allah, o Rəbb ibadətə layiqdirsə, o yaradandırsa, sən ona ibadəti sevərəkdən, o ibadətə razı olduğu hal, razıdır və sonra ibadət edirsən, bilirsən. Və biz bilirik ki, Allah Taala ibadətə layiqdir və burada bir ortaya uluhiyyət tövhidi çıxdı. Uluhiyyət tövhidi, ilahlıq çıxdı. Və biz də o məxluqatı ilk yaradılışa qayıtsaq, orada biz bilirik ki, Allah Taala mütləqdir ki, o ad və sifətlərdən istifadə etdi Allah Taala. Xəlq etməkdir.
Bu Allah Taala'nın feili sifətlərindəndir. Allah Taala məsələn ucalması, feili sifətləri və s. Mövzumuz ad və sifətlərdən olduğumuza görə deyirəm ki, yəni ad və sifətlər insanlara asan gəlməsin, rahat gəlməsin. Nə mənə rahat gəlməsin? Yəni belə ad sifətlərdir də. Orada nə çətin bir şey var. Bildik ki, Allah Taala'nın 99 adı var, onu ibadət etdi yox. Əslində elə deyil. Çünki sən Allah Taala'nın ad və sifətlərini bilməsən, Allah Taala'nın xüsusiyyətlərini bilməsən, sənin ibadət üçün yönəldiyin o Rəbbin özünü vəsf etdiyi vəsfləri bilməsən, sən o Allah Taala'ya sıxıntıya düşdükdə və yaxud da nəsə bir şey istədikdə, ona sən necə yönələcəksən? Və bu elm bizə ondan bəhs edir. Və əlavə olaraq bizdə imanımızın deyək ki, mükəmməlləşdirilməsinə və ya təkmilləşdirilməsinə, bütövlaşmasının əlamətlərindən birisi bu ad sifətləri bilməyimizdir. Aydındır. Çünki ad və sifətləri bilən insan necə Allaha, Rəbbinə dua etməyi, necə dua edəcəyini onu bilir və ya necə ibadət edəcəyini bilir. Çünki əlavə olaraqdan bizim Allah Teala bizə bunu, ad və sifətləri Allah Teala mücərrəd olaraqdan belə zikr etmək məqamında onları orada xatırlamadı. Məsələn, Vallahu ləzi la ilahə illə huvəl hayyu və s. ilə axirihi də. Belə yəni biz onu eşidək deyə yox. Biz onu eşidək, həm də ki onun Allah Teala'da isbatına iman gətirək. Ki Allah Teala'da o adlar, o sifətlər Allah Teala'da özünə yaraşır şəkildə var. Mövcuddur alə həqiqəti, həqiqi surədə. Məcazə biz yaxınlaşmırıq. Nə təvil eləmirik, nə keyfiyyət vermirik, nə də ki inkar etmirik. Nə yaxud da ki biz onu təfvid eləmirik. Aydındır, mən ləfsini, elə bir firqələr var ki Allah Teala'nın ləfsini ispat edirlər, mənasını Allah Teala həvalə edirlər. Məsələn, ərəb dilindəki bilinən bir şey var ki, burada mövzumuzun əsas danışığım mövzumuzun gəlir də 1, 2, 3 gəlir. Mövzum olur ki, Əhl-i Sünnə vəl Cəmaa Allah Subhanahu Taala'nın həm özünün kitabında, həm də Peyğəmbər sallallahu aleyhi və səlləm dili ilə Allah'a vəsf etdiyi o adları ilk zihnə gələn mənanı ispat edir və onu Allah Taala'ya ona yaraşır şəkildə ispat edir. Qaldı. Onun mənası nəyi dəlalət edirsə onu qəbul edir. Məsələn, Allah Teala bəl yədahu məbsutatani deyə Allah Teala. Yunfiqu keyfiyyəşə və yaxud da ki Allah Teala deyir ki, iki əlim ey iblis, sənə mənim iki əlimlə yaratdığım, söhbət iki əlimlə. Oradakı ələ biz eşitdikdə əl barəsində zihnə gələn məna nədirsə, Əhl-i-Sünnə o ayədən onu qəbul edir. Əlavə mənalar vermir. Ələ nə qüdrət vermir, nə hikmət vermir, nə ki başqa mənalar vermir. Burada Əhl-i-Sünnə və onun müxalifi burada ortaya çıxır. Yəni biz də düşmənlərimiz burada ortaya çıxır. Yəni sən də düşmənini bilməkdən ötəri bilmək istəyirsənsə, bu ayəni insanlara ərz et. Bəlkə imtihan ayəsi kimi də aydındır. Və Əhl-i-Sünnə vəl Cəmaa bunu isbat edirlər. Və bizdə də Allah Subhanahu Taala'nın adlarını özü necə də yaraşır şəkildə, mütləq bu olmalı, yaraşır şəkildə ispat edirik. Və biz ona keyfiyyət vermirik və ya ki onu misilləndirmirik. Neysə bənzətmədən iman gətirməliyik. Allaha yaraşır şəkildə. Çünki Allah Teala onun varlığından bizə xəbər verdi. Amma keyfiyyətindən bizə xəbər vermədi. Varlığı, yəni onun olması haqdır. Həqiqi surətdə, məcazən yox. Və onun keyfiyyəti bizə məchuldur. Aydındır. Bugünkü mövzu bizə Allah Subhanahu Taala'nın beləcək məiyyəsindən danışır. Bizlərlə bərabər olmasından danışır. Yəni ki, burada məiyyə deyildikdə Allah Taala'nın bizlər olması, Allah Taala bizlə hansı formada, hansı şəkildə bizləndir. Çünki bu artıq bu məiyyəyə görə, bu bərabərliyə görə bizlə olmasından belə başqa firqələr ortaya çıxdı. Əhl-i Sünnə vəl Cəmaa məiyyəni başqa tərəfdən təfsir etdi. Müxaliflər isə onun başqa tərəfdən təfsir etdi. Əhl-i Sünnənin Allah Taala barəsində deməsi ki, Allah Taala öz ayəsində deyir ki, Hədis surəsində: "Və hu ma'akum eynəmə kuntum." Siz harda olursanızsa olun, Allah Taala sizinlə bərabərdir. O bərabərlikdə artıq Əhl-i Sünnə ilə müxalifi ortaya çıxdı. Eşidən iki ağıllı insandır. Birisinin fitrəti salamatdır və bunları təhrif etmədən qəbul etdi. Bu da Əhl-i Sünnə vəl Cəmaa. Həm salamat ağıl və salamat fitra. Mütləqdir ki, Allah Taala'nın, belə mütləqdir ki, sən Əhl-i Sünnə vəl Cəmaanın mənhəcinə daxil olmaqdan ötəri ad və sifətlərdə sənin fitrətini nə Əşari, nə Mu'təzili, nə Maturidi
xələl gətirməməlidir, ziyan gətirməməlidir, onları nəsə dinləməməlisən. Əgər dinlədinsə, sən artıq fitrətini dəyişdin. Allah Taala'nın özünə vəsf etdiyi vəsfləri artıq sən onu təvil edərəkdən və yaxud da başqa mənalar verəkdən qəbul etdin. Buradakı məiyyədən başqa firqələr çıxdı dediyim kimi. Məiyyənin təfsir edilir ki, Allah Taala hər yerdədir. Allah Taala hər şeyin içindədir. Allah Taala bir pesokun, suyun içərisində həll olunduğu kimi bütün məxluqat içərisində həll olunmuşdur. Hər yerdə olması başqa. Amma ki bir şeyin içərisinə daxil olub ondan bir parça olması başqa. Bunu deyirlər İttihadiyyə və Hululiyyə. Hadi bu firqələrdir. Amma ki Əhlüsünnə və Cəmaa buradakı məiyyəni İbn Abbas'ın yoluyla bizə çatdırdı ki, buradakı məna, çünki İbn Abbas birbaşa Peyğəmbər sallallahu aleyhi və səlləmdən Quranı eşitmiş, tələqqi eləyib, vəhiy nazil olmuş, şahid olmuş və o nəticəni Peyğəmbər sallallahu aleyhi və səlləmi götürmüşdür. Və buradakı məiyyəni Əhlüsünnə və Cəmaa nə olaraqdan adlandırırlar? Nə olaraqdan adlandırırlar? Sual verirəm. Allah Teala bütünlüklə İnsan, yəni hər bir yerdə zatı olaraqdan hər bir yerdədir. Yoxsa? Bəli, Allah Teala elmi olaraqdan hər yerdədir. Əhlüsünnə və Cəmaa buradakı məiyyənə Allah Teala siz harda olursanız olun, Allah Teala sizinlə bərabərdir mənasını deyirlər ki, Allah Teala'nın elmi siz harda olsa Allah Teala xəbərdardır. Allah Teala'dan gizli heç nə qala bilməz. Hətta biz deyək ki, Allah Teala gəlsin mənim yanımda olsun ki, hətta bilsin ki, burada mən nə edirəm. Aydın, hətta bu Hululiyyə firqəsindən bu nəticəyə gəlmə olur ki, onlar yəni deyək Allah Teala'nın zat olaraqdan yuxarı göydə demirlər və onu başqa fitrətində xələl gətirirlər. Sonra nə edirlər? Salamat fitrətdən uzaqlaşırlar. Dediyim kimi, bax o Əşərilər, Məturidi, bunlara bulaşmayan firqələr adi yerdə qalan insanlar. Adi bizim deyək ki, dindən uzaq olan insanlar. Onlar nə deyirlər? Qardaş, mən yuxarıdakindən qorxuram. Sən yuxarıdan xəbər gətirmirsən? Belə sözdə istifadə edirlər də. Onlar nəyə etiqad edirlər bununla? Allah Teala'nın göydə olmasını inkar edirlər. Yəni ucalığını ispat edirlər ki, Allah Teala ucadır. Amma ki, gəlib Əşari gəlir, deyir ki, yox, Allah Teala ərşdə ola bilməz. Çünki onlar salamat fitrətini xələl gətirdilər. Aydındır. Salamat fitrətə xələl gətirdilər. Və salamat fitrət də bunlara Əşərilərə, Maturidilərə, Mu'təzilələrə qoşulmayan hər bir müsəlman bilir ki, etiqadən yəqinən Allah Teala səmadadır, göydədir. Və Allah Teala ucadadır. Yerdə qalan sinif isə deyir ki, Allah Teala hər yerdədir. Və ötəkidə Allah Teala nə göydədir, nə yerdədir, nə sağdadır, nə soldadır, nə məkan var, nə zat var, heç bir şey yoxdur Allah Teala. Çünki bunlar nə istəyirlər? Əhlüsünnə nə deyir? Allah Teala verən vəzifələri biz nə zamana daxil edirik onu? Nədir ki, bizim qavramımıza uyğun olaraq başa düşürük. Sən məsəl üçün desən ki, sənin üzün filan heyvanın üzü kimidir? Ya elə şey olmaz deyər də, elə şey ola bilməz. Sən necə olur ki, biz deyirik ki, Allah Teala'nın üzü ona yaraşır şəkildə sən onu üçün məxluqata bənzədib onu inkar edirsən? Çünki hər bir müşəbbihə muəttilədir və hər bir muəttilə müşəbbihədir. Hər bir bənzətən inkar edir, hər inkarını bənzətir də. Çünki Allah da birinci inkarı aparan yolundan insan onu bənzətməlisən neysə, sən yox, bu ola bilməz, inkar eləyir. Aydındır, mümkün deyil. Buradadır ki, Suratul Hadiddə keçən bu la adna min, həmçinin Allah Teala buyurur ki, El-Mücadilə surəsinin 7-ci ayəsində və la adna min zəlikə və la əksər illə huve ma'hum eynəmə kanu. Yenə buradadır ki, istər ondan çox olsun, istər ondan az olsun, elə bir iki öz arasında danışan kimisi yoxdur, Allah Teala'nın üçüncüsü. Üçün dördüncüsü, ikinin üçüncüsü, üçün dördüncüsü Allah Teala olmuş olmasın. Yəni burada Allah Teala'nın sizinlə bərabərliyi var. Vel cevab, buna məsələn cavab verilir ki, ennel kelame fi hateynil ayetin haqqun ala haqiqati ve zahirihi. Bu mənadakı, bu ayədə keçən məna bildiyinizdə o məiyyədən gedir söhbət, bərabərlik olmasından, bizlə bərabər olmasından gedir söhbət. Bu deyir ki, zahiri ilə və həqiqəti mənası olaraqdan qəbul olunur. Zahirdə nə görünürsə və həqiqət olaraqdan qəbul olunur. Və lakin mən həqiqətu və zahiruhu sual gəlir. Oradakı dedib ki, həqiqəti olaraqdan və zahiri olaraqdan qəbul olunur. Yaxşı, buradakı həqiqət və zahiri olan nədir? Bizə bilinən nədir? Həqiqət bildiyinizdə oradakı məiyyənin keyfiyyəti nədir? Həqiqəti nədir? Biz zahiri onda ayədə eşitdikdə bizim eşitdiyimizə görə eşitdiyimiz ilk məna nədir? Sual verir. Cavabı da həl yuqal deyilərmi ki, iradən deyilir. Etiqad edilir, iradən deyilir ki, irad olaraqdan deyilir ki,
və ya tənqid olaraq inna zahirahu fi və haqiqatu anna lillahi ta'ala ma'a xalqihi ma'iyyatun taqtadi an takuna muqtadan bihim aw hal fi amkinatihim. Ya ki biz onun zahirini götürməzdəki məna bu mənaya mı gəlir ki Allah Teala məxluqatla bərabər qarışıb onlarla bir parça mı olmuşdur və yaxud da onların içərisində və ya onlar hər bir yerdə həll mi olmuşdur bu mənaya mı gəlir? Fəyuqal və onlara iradən deyilər ki inna zahirə və həqiqətü ənə Allah Teala ma'a xalqi ma'iyyətin təqtid ən yekuna muhitan bihim. Bu ayənin zahiri və həqiqəti odur ki, Allah Subhanahu Taala'nın qullarla bərabər olması onları hər tərəfdə əhatə etməsi mənasına gəlir. İlmən və qudrətən və səmən və basaran və tədbirən və sultanan və qeyri zəlik. Allah Teala'nın deyək ki, buradakı mənada çıxan həqiqi məna, zahiri məna odur ki, Allah Teala hər bir məxluqatı fərz etmə bizim şahid olmamız bu dünyada və şahid olmamız uxravida olsun. Hər bir şeydə Allah Teala yəni qüdrəti ilə, elmi ilə, eşitməsi ilə, görməsi ilə, idarəsi ilə və sultanlığı ilə Allah Teala hər bir şey idarə edir. Və bununla Allah Teala Rəbliyini bildirərəkdən və özünün ucalığına ərşdə olduğunu bildirərəkdən. Aydın, insanın təsəvvürünə gəlir. Mən desəm ki, falan kəs oradadır, sonra məsələn o kürsüdə oturub, sonra bura gəlib oturdu, biz onu nə düşünürük? Onun ora getdiyində, ora getməsində oranı tərk edib, ora getməsi mənasına gəlir. Bunu Allah Teala'nın ucalığını deyən kimsə nə deyirlər? Allah Teala'nın bizdəki o xüsusiyyətləri Allah Teala'ya bildirirlər ki, insan nədir? Oradan durub, ora keçdi, ora tərk edir, ora getdi. Çünki oraya ehtiyac var idi. Belə eləkdən bu nəzərən Allah Teala'dakı uca sifətini inkar edirlər. Amma elə deyil, dediyimiz kimi nədir? Allah Teala'nın ucalması, Allah Teala'nın özünə yaraşır şəkildə. Allah Teala bizə bildirib ki, Allah Teala yuxarı ucaldı və bizə bildirir ki, Allah Teala göy səmasına enir və Allah Teala'nın enməsində ərşinin boş qalıb qalmaması o bizim insanlarda, o məxluqatda olan bir yerə tərk etdikdə oranın boş qalması fikridir. Biz bu ikisini qarışdırmamalıyıq. Aydındır. Çətin deyil ki. Və la raybe ennel qovlel əvvəl la yəqdi siyaq. Onların dediyi söz ki, o Allah Teala hər bir yerdə qullarla bərabər həll olunmuşdur. Bu sözü heç deyil, cümlənin bu ayədə keçən bizə bildirir o cümlənin forması bizə bu mənanı bildirmir. Və la yedullu aleyhi bi vəchin min, yəni heç bir halda o mənaya biz razılaşa bilmərik. Və zərki lənnəl məiyyətə huna udifət ilə Allah. Buradakı məiyyə, bərabərlik Allaha izafə olundu. Buradakı məiyyə, bərabərlik Allah Teala izafə olundu. Azze və Cəl. Və hu a'zamu və əcəlmi ən yuhidə bihim şeyin min məxluqatihi. Allah Teala'nın bir şeyi əhatə etməsi, məxluqatdan bir şeyin Allah Teala əhatə etməsindən Allah Teala daha üstündür, daha ucadır. Ki məxluqat onu əhatə edə bilməz. Fədə Allah Teala hər yerdədir və məxluqat bir mənada onu həll eləyib, onu əhatə edir. Aydın, bu mümkün deyil, müstəhildir, mümkün deyil. وَلِأَنَّ الْمَعِيَّةِ فِي اللُّغَةِ الْعَرَبِيَّةِ الَّتِي نَالَ بِهَا الْقُرْآنِ لَا تَسْتَلْزِمُ الْاِحْتِلَاطِ اَوْ الْمُصَاحَفَةِ فِي الْمَكَانِ. Nə ərəb dili, yəni Qur'anda keçən o ayələrdəki sözlər, o məiyyə, bərabərlik, ərəb dilinin elə əsli mənasında heç də bir şeyin bərabər olması, onunla bərabər və yaxud da ona bərabər yapışıq olması mənasını vermir. Və innəmə tədullu alə mutlaqıl musahabə thumma tufassu fi məkan mövdin bihəsbihi. O deyir ki, ümumi bir bərabərlik olaraqdan, ümumi mütləq şəkildə bildirilir və sonra o məiyyə isə cümlənin və yaxud da yerin işlənməsi yerinə görə məna qazanır. Aydındır. Və təfsir məiyyətullahi təaləl xalqi bimə yəqtədil hulul və ixtilat bi batin min vəcih. Oradakı bərabərlikdəki deyilməsi Allah Teala qullar içərisində, məxluqatlar içərisində həll olunmuş və yaxud da onlarla bərabərdir deyilsə, bu hər bir tərəfdən, hansı tərəfdən yanaşırsan yanaş bu məsələyə. Sonda uçurumdasan, yəni batil yoldasın. Aydındır. Bunun batil olmasıdır ki, bir neçə yolda onun. Birinci tərəf, ənə müxalifətəl icma. Çünki bunların gətirdiyi bu məiyyə hər bir yerdə qulların içərisində olması, bu ixtilat, deyir ki, sələf-i salihin gətirdiyi icmaya müxalifdir. İcma bunun əksini deyir.
Allah Teala heç bir zaman insanın içərisində bütün məxluqatlarla beraber ola bilməz. Əhl-i sünnə deyir ki, yox, Allah Teala zat olarak Allah Teala ərşdədir. Özünə yaraşır şəkildə Allah Teala ərşini istiva etmiştir. فَمَنْ فَسَّرَ أَحَدٌ مِنْهُمْ بِذَلِكَ بَلْ كَانُوا مُجْمِعِينَ عَلَى إِنْكَارِهِمْ. Deyir ki, hətta desən sələfdən bir kimsəni deyir, oradakı bərabərliyi qulların içərisində həll olması olaraktan tapa bilməzsən. Əlavə olaraktan onlar bunu inkar etmişlər ki, Allah Teala hər bir yerdə mənası, hər bir yerdə olması mənası bunu inkar etmişlər. Belə bir şeyin olması həm fitrətən, həm Quran dəlilləri ilə, həm sünnə, həm salaf-ı salih, həm də əqli tərəfdən bu mümkünsüzdür. İkinci tərəf. Birinci oydu ki, sələf bunu inkar edirlər. İcmal edirlər ki, bunun əksinə. Əs-səni ənəhu munafin il-ubi lillahi ta'ala. Əs-səbəbdir bi kitab-ı sünnə. Bu, əl-aql vəl-fitra. Bu icma'u sələf. Burada bax, əhl-i sünnə Allah Teala'nın deməsi ki, Allah Teala hər bir dedik, buradakı biz əgər məiyyəni elm yox, elmlə əhatə etmək yox, desək ki, Allah Teala özü ilə zat olarak yerdədir. Bu həm Allah Teala'nın özünün kitabda, sünnədə, əqlən, fitrətən və icmaən deməsi ki, Allah Teala ucadır, bunun əksini bildirir. Durub Quran deyir ki, Allah Teala göydədir, sünnə deyir ki, göydədir və fitrət də onu tələb eləyir. Ağıl da onu tələb eləyir. Fitrət də ağıl da bunu göstərir. Fitrət də bunu tələb edir. İcma sələf də bunu göstərir və sən durub bunun əksini deyirsən. Bu sadadım həm kitab, həm sünnə, həm əql, fitrə və icma müxalifdir. Və mə kənə munəfin limə səbətə bidəlilin kənə batinən bimə səbətə bihi zəlik munəfin. İsbatı, sünnə, kitab, sünnə, icma, fitrətən olan bir şeyin əksi gələrsə o batil sayılır. Bundan gətirdiğində nə Qurandan, nə sünnədən, nə ağıl, nə fitrə, nə sələf icması bunları dəstəklənmir. Əksini dəstəkləyir. وعلى هذا فيكون تفسير معية الله تعالى خلقه بالحلول والاختلاط باطن بالكتاب والسنة والعقل والفطر والإجماع والسلف. Bundan gətirdikləri bu hulul və ixtilat, Allah'tan həll olması və ixtilat beraber olmasını hamısını inkar edir. Üçüncü tərəf. Ennehu mustelzimun levazimil batılə la teliqü billah. Bunların bu mənası verməsi artıq yəni Allah'a yanaşmayacaq bir levazimatları özündə tələb edir. Bunlar nələrdir? Limen yumkinu la yumkin limen arfa Allah ve qaddara haqqa qadri ve arafa madlul al-ma'iyye fi al-lugha al-arabiyyə. Allah'ı tanıyan, Allah'ın həqiqi qüdrətini bilən və ərəb dilinin cümlələrin nəyə dəlalət etdiyini həqiqi surətdə bilən bir kimsə, hansı ki o mənalar Quran nazil olmuşdur, o desin ki inne hakikate ma'iyetel halqi yaqtid en yakunu muhtadimi. Bunların da oradaki mənaların Allah Teala'nın qullarla beraberdir. Yəni zatıyla hem qullarla beraberdir, hem de ki onlarla həll olmuşu bu mənanı deməz. Allah'ı tanıyan, onun qüdrətini xəbərdar olan və Qur'anın nazil olduğu ərəb dininin dəlalətlərini bilən bir kimsə heç vaxt Allah Taala'nın qullarla beraber, zat olaraq qullarla beraber və yaxud da ki onlarla həll olduğu qənaətinə gələ bilməz. Və la yuqalu illa cahilin. Bil-lugha cahilun bi'aden Rabbi celle cela. Bunu həm ərəb dilindən cahil olan bir kimsə, həm də ki Rabbinin əzəmətindən xəbərsiz olan bir kimsə bunu deyə bilər. Aydındır. Fəidə təbəyyənə butlan hədəl qavl yetəən ən yəkunəl haqqı huvəl qavl thani. Və biz bu batillə haqqı bildikdən sonra biz bu məsələdə haqqın hansı olduğunu qənaətinə gələ bilərik. O da huwa ennallaha huwa enne lillahi ta'ala ma xalqi ma'iyyətun təqtən yekuna muhitan bihim. Buradakı Allah Taala'nın qullarla beraber olması bize onu dəlalət edir, onu gərəkdirir ki Allah Taala qullarla elmiyle, qüdrətiyle, görməsiyle, eşitməsiyle, idarəçiliyle və sultanlığı ilə insan beraberdir, əhatə etmişdir onları. Və buna bənzər zahiri əməllərlə. Və hədə huwa zahirul ayetin bila rayb. Şübhə yoxdur ki bu bir dediyim bu ayədən çıxan bizə zahiri mənaydı. Bu ayədən çıxan zahiri mənaydı. Li'annahu haqqun və la yumkinu zahiru haqqi illa haqqan. Bu haktır ve zahirin hak olması illa ancak hak olabilir. Ve la yumkin en yekuna'l batil zahirel Kur'an ebeden. Ve hiçbir zamanda batil Kur'an'ın zahiri delili olabilmez.
Aydındır. Və qala Şeyxülislam İbn Teymiyyə rahimehullah təala fi Fetvel Hamaviyyə في من مجموع الفتاوى لابن القاسم ثم هذه المعية تختلط بأحكامها بحسب الموارد. Sonraki bu Allah Taala'nın qullarla beraber olmasındaki bu onlar yani yerine göre varid olduğu yerine göre hüküm kazanır ve mana kazanır. Misal falan mekala Allah Teala ki ya'lemu ma yelicu fil ard ve ma yahrucu minha. Allah Teala yere dahil olanı, oradan çıkanı bilər. İlə bu da ayet sonra kimi ve hu ma'akum eynema kuntum. Allah Teala siz harda olursanız olun Allah Teala sizinle beraberdir. Delle zahirul hitab ala enne hukmu hadihi'l ma'iyye muqtada ennehu mutta'un aleykum. Demiştir ki her bir cümleye göre oradaki ma'iyye mana kazanır. Buradaki ma'iyye ise bak Allah Teala kulların her tərəfli ilmiyle bilməsinə, onları görməsi mənasına gətirdi. Necə? Burada da ki Allah Teala ya'lemu ayənin əvvəlinə keçdi, ya'lemu bilməz fiili. Allah Teala ki yerə daxil olanın, oradan çıxanı ya'lemu ma yelicu fil ardı ve ma yahrucu minha ve ma yenzulu minha ve huve ma'akum eynema kuntum. Allah Teala yere dahil olan, oradan çıkanı ve siz harda olursanız olun Allah Teala sizinle beraber bu, yani evveldeki bilmesi onu gerektirir ki Allah Teala sizin harda olursanız olun Allah Teala sizinden haberdardır. Yere ne dahil olup düşürse, yerden göğüne kalkırsa Allah Teala ilmiyle onu görür ve bilir. Ve mutta'ilun aleyküm sizi görür. Şahidun aleyküm size şahiddir. Ve muheyminun alimun bikum. Ve Allah Teala hem sizi görendir. Rakibdir, muheymindir, şahidi eyni manalardadır. Sizin etdiklərini biləndir. Və hədə məna qavlu sələf. Dediğim bu məna, buradaki ma'iyyədə dediği ki məna, sələf salihin dediği mənadır. İnnehu ma'hum bi ilmihi. Bu cümlə. İnnehu ma'hum bi ilmihi. Allah subhanahu teala ilmiyle sizinle bizimle beraberdir. Çünkü elə bir məkan, elə bir yer ola bilməz ki Allah Teala oradan xəbərsiz olsun. Və hədə zahirul xitabu haqiqati. Dediğimiz gibi evvel dediğim gibi ya zahir olur ya da ki bunun hakiki. Bu da ayedeki çıkan hitabın zahir manasının ile budur. Ayeden çıkan hitabın hakiki zahir manası ile budur. Yani başka ayette Allah Teala ne diyor? Ma yekun min necve selasetin illa huve rabi'uhum. İla kavli ve hu ma'ahum eynema kanu. Birinci Allah Teala bəhs edir ki iki nəfərin öz-özündə danışan, yəni pıçıldaşan iki nəfərin elə bir pıçıldaşan iki nəfərin elə bir yoxdur ki Allah Teala onun üçüncüsü olmasın. Ayənin axırında deyirkən fərz ilə iki nəfər pıçıldaşır, bir ki Allah Teala onların üçüncüsü onları biləndir. Ayənin axırında ki "Vəhu ma'ahum eynema kanu." Onlar harda olursan olsunlar, Allah da əvvəl keçdi o ma'iyyə, o bərabərlik, o bilməsi Allah Teala onlarla bərabərdir. Bu ayə bizə bunu dəlalət edir. وَلَمَّا قَالَ نَبِيُّ صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمْ صَاحِبِ fil gar. Necə ki Peyğəmbər sallallahu aleyhi və səlləm özü ilə mağarada olduqda dostuna nə deyir? لَا تَحْزَنْ اِنَّ اللّٰهَ مَعَنَا. Üzülmə, Allah Teala bizimlə bərabərdir. كَانَ هَذَا اَيْدًا حَقًّا عَلَى ظَاهِرِهِ. Buradakı mənadır ki, zahiri oxtan haqdır. وَدَلَّتْ حَالُ عَلَى أَنَّ حُكْمُ هَذَا مَعِيَّةٌ هُنَا مَعِيَّةِ اللَّعِبِ وَالنَّسُ وَالتَّأْيِيدِ. Dedik, mənaya görə buradakı bərabərlik məna qazanır. Fəzətdə Peyğəmbər sallallahu aleyhi və səlləm Əbu Bəkirlə bərabər müşriklərdən gecə yarısı çıxırlar, gedirlər, mağaraya girirlər. Və bu zaman Əbu Bəkir radiyallahu anhu hüzünlənir də. Hüzünə düşür ki, Peyğəmbər sallallahu aleyhi və səlləm çıxmışıq, ola bilsin gəlib bizi öldürə bilərlər. Çünki axırıcı onların silahlı dəstə çıxmışdı. Bu zaman Peyğəmbər sallallahu aleyhi və səlləm Əbu Bəkir radiyallahu anh demək istəyir ki, yəni üzülmə. Allah Teala bizi görür. Bizə baxır və bizə yardım edəcək. Buradakı maiyyə odur. Əksinə bütün maiyyəni bizim Allah Teala bizimlə bərabərdir mənası başqa məna gələ bilməz. Çünki buradakı məna ilə o məqamdakı məna, insanın sıxıntıya düşdükdəki mənası odur ki, Allah Teala onlar o sıxıntıdan görür, bilir və onları o sıxıntıdan çıxartacaq. Allah'tan izniyle o sıxıntıdan Allah Teala onları çıxartdı. Qissədə hamıya məlumdur da. ثم قال فلفظ المعية قد استعمل في كتاب السنة في مواضع يقتضي في كل موضع أمورا لا يقضيها في موضع آخر. Ki hem Kur'an ve sünnede
yəni mətinlərinə istifadə olunan o bərabərlik, yəni cümlə istifadə olunduğu yerə görə mənanı daşıyır. Yəni bu cümlədə işləyən məiyyə başqa ola bilər və burada işləyən başqa ola bilər. Aydındır. Burada məsələn Peyğəmbər sallallahu aleyhi və səlləmlə bərabər işlədikdə həm sizi görür, həm sizə yardım edəcək. Burada artıq o məiyyə, bərabərlik yardım mənasındadır. Amma ki o əvvəlki ayələrdə və hu ma'hum eynə məkan 1-ci ayədə Hədid surəsində yəni elmi ilə Allah Taala hər tərəfdə olsa Allah Taala biləndir. Aydındır. Və imma an yuxtalata dalalatiha bihasbi mawadi' أو تدل على قدر مشترك بين جميع موارdiha. Və yaxud təkrar dediyim kimi, ola bilsin ki, bir mənada bütün mənaları özündə cəm edə bilər. Bütün cümlələrdə eyni mənanı özündə cəm edə bilər və s. Baxın ayıda keçib. Biraz da şey deyək. Bir de güç vererek. İmma yakun muhtatun bi dalalati bi hasb mawadi ev tadullu ala qudratin mushtakin beyne cemi' mawaridiha. Ve in imtada kullu mawdi'in bi khassati fa ala taqdirin laysa muqtadin en yakuna zatir Rabb azze ve celle muqtad. Yani bu qənaətə gələ bilər ki, saydığımız o bədən maiyyə görməsi, şahid olması və yaxud da ki yardım etməsi var. Bunlar hamısı bu qənaətə gələ bilərik ki, bunların da heç də o mənanı bizə vermir ki, Allah Taala həqiqi şəkildə qulların yanındadır, yəni yanımızdadır və yaxud da ki, hər bir məxluqata içərisində həll olmuşdur. Bu mənaya biz razılaşa bilmərək. Və yədullu alə ənəhu leysə muqtadaha ən yekun zətər Rab azze və cələ muqtadin bi xalqi əbədim. Zəkərə fi ayəti mücadilə beynə zikri umumul ilmihi fi əvvəl ayəti burada mücadilə surəsinin keçdiyi o Allah Teala ilmi ilə olduğunu bizə bildirdi. Çünki ayənin cümlənin sonu bizə onu bildirir. Çünki fərz edir ki, iki danışan öz-özünə pıçılır. 2 nəfər yoxdur, Allah Teala'nın 3-cü olmasın. 3 nəfər yoxdur ki, Allah Teala'nın 4-cüsü olmasın. Elə bir 4 nəfər yoxdur ki, Allah Teala'nın 15-ci olmasın. İstər bundan az olsun, istər çox olsun. Allah Teala harda olsa sizdən bərabərdir. Demək, Allah Teala buradakı mənan cümlənin işlədilməsi bizi ona bildirir ki, Allah Teala'nın ilmi biz harda olsa bizimlə bərabərdir. Amma Allah Teala zat olaraq Allah Teala özünü ərşdə olduğunu bizə bildirdi. Biz ne için Allah Teala fəzli ayə nazil olur ki, Allah Teala aləl ərş istiva dedi, öz zat olaraktan istiva ettirdi, ucaltdı və sonra axırıncı ikinci bir ayə gəldikdə o Allah Teala siz harda olsa sizlə bərabərdir. Allah Teala'nı biz götürüb o arşdan salaq hər bir yerdə məxluqata. Yəni bu o birisi ayəni nəsx eləyək. Mənasını silək. Onu kimdən silirlər? Allah Teala yəni müəyyəni dedirtdirən o firqə mütləqdir ki, Allah Teala'nın ərşdə olmasını inkar etdirsin. Ki hətta məiyyəni qəbul etdirsin. Əks halda olan mümkündür ki, onlardakı o ayələri, Allah Teala'nın vəsfini bildirən, sifətlərini bildirən ayələri kitab və sünnənin məfhumuna uyğun başa düşsünlər. Necə başa düşürlər? Öz zahiri fikirlərinə görə. Çünki əvvəl nə deyib? Əvvəlki dərsimizdə ki, bizdə var ər-rəhmə sifəti, bir də var bizdə əl-iradə sifəti də. İradə bir şey istəməkdir də. Onlar Allah Teala iradəni ispat edirlər. Amma rəhməti ispat etmirlər. Deyirlər ki, rəhmət nədir? Ne üçün biz Allah Teala rəhmət sifətini ispat edirlər? Çünki sənin rəhmət ispat etməyin gör nələri lazım edir. Misal çəkirək ki, yəni Allah Teala bir kimsə rəhm edirsə, bir mənada ona yönəlir, ona rəhmi gəlir, belə ona doğru ürəyi yanır da. Belə bir şeyin Allah Teala barəsi olması ki, mümkünsüzdür. Məsələn, sən düşün ki, kiməsə rəhmin gəlir də uşağa. Bir ona ürəyin yanır da. Bir mənada onun üçün əhli baxırsan. Bu sifətlərindəki Allah'ta olması mümkünsüzdür. Ne eləyək? Gəl biz bunu inkar eləyək. Rəhməti getdik, silah lazım deyil. Amma burada Şeyx Hüseymin rahimehullah o iradəti də eyni mənanı bildirir. Yəni sən bir şey istəyirsənsə, onlar iradəni isbat edirlər, amma ki rəhməti isbat etmirlər. İradə də eyni şeydir. Yəni iradə istəməkdir də. Əgər sən bir şey istəyirsənsə, mütləq ona yönəlirsən, onun qayğısına qalsan və s. bu şeylər. Bunu inkar edirsən, bunu isbat edirsən. Necə olur o? Bunu inkar edirsənsə, bunu inkar etməlisən. Bunu isbat edirsən, bunu isbat etməlisən. Onlarda yeganə deyək ki, ayələri qəbul etmə yeri haradır? Əhl-i sünnədə kitab və sünnə, onlarda isə ağla yönəlirlər. Kim bizə qeybi olan məsələləri, məsəl üçün, ad və sifəti qeybi məsələlərdir. Həqiqəti bizə qeybidir, məlum deyil. Ağlına yönəlsə azacaqdır. Ağlına yönəlsə azacaqdır. Aydındır. Çox uzatmayaq. Çox uzadanda da çətin olur. Allah Teala bizləri eşli faydalanan etsin. Bu kitab gedir yəni. Bu kitab gedir. Gözəl mövzulardır. Yəni bu
Biz birdən başlamışıq. Uca bu 10, 12, 13-cü dərs. İstəyən kimsələr YouTube-da dərslər birdən ta 10-a kimi qoyulur. Allah Teala faydalanmağa istəyən, əsma və sifətlərdə, yəni müəyyən bir elmə yiyələnmək istəyən insan maraqlanıb axtarıb tapa bilər. Allah Teala bizi eşidib faydalanmadan etsin. Və sallallahu ala nəbiyyinə Muhammed və ala alihi və sahbihi və səlləm. Allah razı olsun.